Yaxın vaxtlarda İsrailin baş naziri Benyamin Netanyahunun da ölkəmizə səfər edəcəyi gözlənilir. Artıq vaxta məlumdur. O mayın 8-də Azərbaycana səfər edəcək. İran prezidentindən sonra İsrailin baş nazirinin ölkəmizə səfər edəcəyi maraq doğurdu. Maraqlıdır ki, İran və İsrail arasında mümkün dialoqa Azərbaycanın vasitəçilik etmək ehtimalı varmı? Milli Məclisin Azərbaycan-İsrail parlamentlər arası işçi qrupunun sədr müavini Sahib Aliyev Modernazı açıqlamasında bildirib ki, bir ölkənin digərləri arasında vasitəçilik etməsi üçün konkret şərtlər var. İlk növbədə aralarında qarşıdurma olan ölkələr özləri bunu istəmədilər. İkinci vasitə isə vasitəçiliyə ehtiyac duyan hər iki tərəf arasında qarşılıqlı güvən olmalıdır. Əgər söhbət Türkiyə ilə İsrail arasında vasitəçilikdən gedirsə, hər iki ölkənin belə bir istəyi də, güvəni də var. Cənab Prezidentin də vurğuladığı kimi, Türkiyə və İsrail arasında birinci gərginlik yaranan vaxt Azərbaycanın vasitəçiliyi öz müsbət nəticəsini verdi. Hər iki ölkənin müdafiə və təhlükəsizlik məsələləri üzrə yüksək vəzifəli rəsmilərinin bu yaxınlarda Bakıda görüşməsi göstərdi ki, Azərbaycan bu dövlətlər arasında növbəti gərginliyin də aradan qaldırılmasında səylərini əsirgəmir.